Hello, salam. Bir parkda oturanda ağlıma uşaq vaxtında nənəm mənə bir hekayə danışdığını xatırladım. Mən də dedim ki, niyə danışmırsan bu hekayəni? Qərar verdim ki, danışım. Bu hekayə mənim uşaq vaxtımdan bəri eşitdiyim bir hekayədir. Nəsə, hekayəmi başlayıram. Yəqin çoxları Dovşan və Tısbağan hekayəsini bilirsiniz. Bilməyənlər üçün mən sizə danışıram, bilərsiniz. Bir zaman da hansı ölkədə, hansı yerdə olduğunu bilmirəm. Nəsə, dovşanlar arasında yarış olur. Yürüyüş yarışı. Bütün meşən heyvanları orada şir, pələng, maral, ceyran, ağlınıza hansı heyvan gəlsə oradadır. Sadəcə dovşanlar arasında yarış olduğu üçün sadəcə dovşanlar yarışırdı. Tısbağanlar hamısı oradaydı. 100 dənə dovşanlardan sadəcə biri, yəni 101 yarışmacıda sadəcə biri dovşan demiş. Sizcə hansı heyvanıdır? Bəli, tısbağa. Bütün heyvanlar tısbağın bu yarışda olduğunu təəccüblənir və mat qalırlar ki, bu axı dovşanları arasında yarışdır. Tısbağında nə iş var? Həm də yavaş-yavaş yeriyəndi. Nəsə, şir gəlir, soruşur ki, ay tısbağa, sən bu yarışdan çıx, səni yeyərəm. Tısbağa heç nə demir, çıxmır yarışdan. Ceyran gəlir, deyir, ay gözəl tısbağa, bax mən səndən gözələm, ağıllıyam. Bax sən nə işin var burada? Mən gözələm, amma burada işim yoxdur. Sən nə işin var? Tısbağa heç nə demir, durur yarışda. Nəsə, bütün heyvanlar gəlir, öz qabiliyyətini, öz gözəlliyini, öz bacarlığını deyir tısbağa və döndərə bilmirlər, tısbağanın yolunda döndürə bilmirlər. Bir də tısbağa gəlir, deyir ki, ay tısbağa, ay gözəl tısbağa, baxın, mən də tısbağam, sən də tısbağa. Bilirəm, sən buraya yarışmağa gəlməlisən, bilirəm qalib gəlməlisən, amma bu mümkün deyil. Sən bunu necə bacara biləcəksən? Və tısbağa sonunda dil açır, deyir, susluqdan vazgeçir, deyir ki, ay gözəl tısbağa, bizim də yaradığımız, insana yaratdığını, dovşanı yaratdığı bircə hesab verəcəyimiz Allah var. Necə ki, məni də dovşanı yaratdığı kimi dovşan da yaradıb. Yəni Allah böyükdür. Allah istəsə mən qazana bilərəm. Tısbağa, o bir tısbağa gülür. Və bütün heyvanlar bunun sözünə eşidib gülürlər. Bu mümkün deyil, bunu bacara bilməzsən, bir səslə deyirlər. Nəsə, yarış düyməsi zok deyə başlayır. Və dovşanlar yürüşə gedirlər, qaçırlar. Biri də ayağına daş dəyir, yıxılır. Biri də quyuna düşür, yerdə quyu olur, quyuya düşür. Nəsə, biri başı gicələnir, yıxılır. Biri ürək bulanır, qaytarır. Biri nə bilim, bahane olur və yarışda sadəcə 2 yarışmacı qalır. Sizcə hansı qalır? Bəli, dovşan və tısbağa qalır. Bütün heyvanlar, bütün güclərinə, dovşan, sən bacara bilərsən, dovşan, sən eləyə bilərsən. Hadi bu tısbağanın gününü göstər. Səndən qazan, bizi fəxr elələr. Dovşan gedən yaxın, yəqin bilirsiniz ki, 3 tur atmalısan. Dovşan yorulur və heysiz qaldığı üçün
Yarışa belə xəttə az qalan vaxtı dovşan yıxılır və dısbağa qalib gəlir. Önə çıxır və qalib gəlir. O qırmızı lentidə, yəqin bilirsiniz ki, lenti belə ağ olur, belə elə lentər olur. Və qazandı dısbağa. Hamı şok olur, hamı soruşur. Ay dısbağa, sən niyə bunu bacara bildin? Bir o bayaq deyir dısbağa, mən sən bilirdimsə qazanacaqsan, bilirdim bunu bacarsan. Dedi ki, sən mənə inanmadın. Sən dısbağa olaraq mənə inanmadın, mənim yanımda olmadın. Heç kimsə yanımda olmadı. Sadəcə mənim yanımda olan yuxarıdakı insan, yaradan oldu. İnsanı yaradan, məni yaradan, dovşan yaradan, yəni Allahın yaradan oldu. Mən sadəcə Allaha istədim, güc istədim, yalvardım, dua elədim ki, məni qazandır. Mənim üzümü ağ çıxartma. Sizcə bu hekayədən nə başa düşdünüz? Videomun altında yazın. Mən bir şey başa düşdüm. Nənəm də həmişə deyirdi, atam da deyirdi ki, iradəli olun. Önünüzdə məqsəd qoyun. Xəyalınızda vaz keçməyin. Bəli, qabağınıza daş qoyan olacaq. Bəli, quyu qazan olacaq. Bəli, başınız gicələnəcək, yıxılacaqsınız, yorulacaqsınız. Hətta xəstələnib yorğan döşədə yatacaqsınız. Amma iradəli olun, məqsədinizə çatın. Görməzdən gəl, daş qoyublarsa, daşı keçin. Quyu qoyublarsa, quyudan vaz keçin. Yəni, həmişə iradəli olun. Ümid edirəm ki, bu hekayə sizin xoşunuza gəlmiş olar. Siz də bu balaca nöqtə var ya, onu basın, kanalıma abunə olun. Videomu bəyənməyi, bu arada açardı, yəni iş açarı, ev açarında. Videomu bəyənməyi, kanalıma abunə olmayı, videomu paylaşmayı unutmayın. Özünüzə yaxşı baxın, bay bay.